Salam dəyərli dostlar. Mən əsasən bu dini maarifləndirmə, ümumiyyətlə din sahəsində son dövrlərdə əsasən sosial şəbəkələrdə, sosial platformalarda artan video çıxışlar, müraciətlər, müxtəlif əqidə, etiqad, məzhəb və məktəb sahiblərinin və o təbəqənin insanlarının fərqli üsul və formalarda din haqqında çıxışlarına bir münasibət bildirmək istədim ki, bunun özü də bizim cəmiyyətimizi parçalayır, ictimai rəyi parçalayır, hətta vətəndaş həmrəyliyinə də xələl gətirir. Artıq bu məsələlər bir qədər dərinləşir. Təbii ki, fərqli baxışların olması başqa mövzularda, sahələrdə olduğu kimi dini sahədə də təbiidir. Fərqli fikirlərin, necə deyərlər, fərqli mövzuların ortaya atılaraq bunların müxtəlif fikir sahibləri tərəfindən müzakirə edilməsi, elmi rəylər bildirilməsi bu təbiidir və bir qədər də həmin sahənin inkişafına səbəb olur. Ancaq bunun mənfi tərəfləri də var ki, bəzi insanlar deməli bu mövzuları ortaya ataraq əksinə ixtilaf, ziddiyyət yaradırlar. Bu həm bizim cəmiyyətimiz üçün, insanlarımızın maariflənməsi üçün, insanlarımızın, cəmiyyətimizin birliyi üçün zərərli və ziyanlıdır. Həm də ki, dini sahədə bu bir ixtilafa gətirib çıxardan bir məsələdir və dinimiz də bu məsələləri qadağan edibdir. Məsələn, Qurani-Kərimdə bilirsiniz ki, müsəlmanların vəhdəti haqqında qəti əmrlər var ki, insanlar bir olsunlar və onlara Allah Teala vəhdəti vacib edir. Ali İmran surəsində məsələn buyurulur ki, yapışın Allahın ipindən, ayrılmayın, ixtilaf etməyin, təfriqə etməyin. Fərtəsimu bihablillahi cəmiən və la təfərraqu. Amma bugün bilirsiniz ki, müsəlmanlar ixtilaf içindədir və bu ixtilaf da nəticədə zəlalətə gətirib çıxarır. Bax, bu məsələlərə təəssüf olsun ki, əməl olunmur. İnsanlar bəzən Qurani-Kərimdəki ayəyə nisbət edərək dəstəmaz almanın qaydası haqqında böyük kitablar yazır, böyük mübahisələr yaradır, böyük ixtilaflar törədirlər. Ancaq bax, bu bayaq istifadə etdiyim ayəni isə göz ardı vurub keçirlər. Yəni, sanki özlərinə sərf edəni götürürlər və sərf etməyəni, necə deyirlər, göz ardına vururlar. Məsələn, Quranda ədalətli olmaq əmr olunur. Amma insanlar bugün biri digərini acılamaqla, könlünü sındırmaqla, onun haqqında necə deyirlər, ifşa edici hərəkətlərə yol verməklə, bu yəni İslama xas olmayan hərəkətlərlə cəmiyyətdə ikrah yaradılır. Bu tamamilə Quranın ruhuna yaddır. Yəni Quranın ab-havasına, Quran rayihəsinə bu yad olan bir məsələdir. Tutaq ki, Allah Teala Hədid surəsinin 25-ci ayəsində buyurur ki, وَاَنْزَلْنَا مَعْهُمُ الْكِتَابَ وَالْمِيزَانِ. Biz deməli peyğəmbərlərə həm də yer üzünə mizan indirdik, kitabla yanaşı tərəzi indirdik. لِيَقُومُ النَّاسُ بِالْقِسْطِ. İnsanlar ədalətli olsunlar. Və yaxud da Rəhman surəsində buyurur ki, وَوَضَعَ الْمِيزَانِ. Tərəzini, mizanı düz tutun. Yəni bu mizan burada ədalət mizanından söhbət gedir. İnsanlar ədalətli olmalıdır. Quranda buyurur ki, bir-birinizin eybini axtarmayın, bir-birinizi xoşa gəlməyən adlarla adlandırmayın, ləqəblər qoymayın bir-birinizə, hətta suizən etməyin. Tutaq ki, birini hansı bir əhvalda, hansı bir ruhiyyədə gördünsə, ona dərhal mənfi adlar yapışdırıb, onun haqqında iftiralar yaymayın və yaxud da qeybət etməyin, ara vurmayın. Yəni, bunlar hamısı Allahın əmridir. Necə namaz qılın əmri kimi, oruç tutun əmri kimi. Bax, bunlar da əmrdir. Amma təəssüf olsun ki, bugün müsəlmanlar, insanlar bax, bu cür əmrlərdən kənar gəzirlər, yan qaçırlar. Bax, mən ona görə bunu xatırladıram ki, bütün bu dini söhbətlərdə, bu müzakirələrdə, bunu təbii ki, din xadimləri, ilahiyyatçılar, dinşünaslar, özlərini müxtəlif adlarla adlandıran insanlar bu çıxışları, müraciətləri edirlər. Amma əsas məsələni, ortaq nöqtəni, bu mizanı, nizamı unudurlar. Ona görə də bizim cəmiyyətimizdə parçalanma və ixtilaf yaranır və söyüş təhqir kampaniyaları başlayır. Ona görə bu məsələlərə hamı diqqətlə yanaşmalıdır və ədalət mizanını düz tutmalıdır. Çünki bu Quranın Allahın əmridir. Bu qədər.